Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. 4 günə yaş məsələlərini öyrənə layihəmizin 3-cü günündəyik. Artıq ilk 2 gün yerləşdirilib kanalda. Orada sizə 30 dənə yaş məsələsinin dənə-dənə və ətraflı izahı verilib. Baxmayan müəllimlər mütləq həmin izahları ardıcıl olaraq izləsinlər. Bu gün isə 3-cü gündə bizim qarşımıza çıxacaq sualların ətraflı izahını sizlərə hissə-hissə təqdim edəcəm. Vaxt itirmədən başlayaq. Birinci sualımız düşündürücü sualdır. Biraz məntiq tələb edir. Diqqətli olaq bu sualda. Ata ilə uşaqlarının yaşları cəmi arasındakı fərq hər il 4 vahid azalır. Bax, bu cümlə çox önəmlidir. Atanın bugünkü yaşı uşaqların yaşları cəminə bərabərdir. Mən bura yazacağam ki, atanın bugünkü yaşını x götürəcəm. Uşaqların yaşları cəmini bilmədiyimə görə yazıram bura uşaqların yaşları cəmi. Bunu da bərabər x götürdüm. Burada bir vacib məsələ var. Bu o deməkdir ki, müəllimlər, hər il 4 vahid azalırsa uşaqların sayı 5-dir. Təbii ki, bunu indi qayda kimi yox, mahiyyətini dərk eləmək lazımdır. Bunu hardan bilirik? Gəlin bir il sonraya baxaq özümüzdən. Bir il sonra atanın yaşı nə qədər olacaq? X üstə gələk 1. İndi uşaqların yaşları cəmi burada x üstə gələk neçə olmalıdır ki, aradakı fərq 4 olsun? Hər il 4 vahid azalır. Burada fərq yoxdur. Bax, birinci il fərq 4 burada yoxdur. İndi bir il keçəndən sonra 4 azalmalı üçün burada 5 olmalıdır da dəyərli müəllimlər. X üstə gəl 5-dən x 1-i çıxanda bu da müsbət çıxma ilə olur. X-lər getməlidir. 5-dən də 1-i çıxanda 4 qalır. Demək bizdə 5 uşaq var imiş. Başqa cür bunun məntiqi əsası bu deməkdir ki, bir il keçəndən sonra atanın yaşı 1 yaş artır. Demək 5 uşaq var ki, hər biri də 1 yaş artır və 5-dən 1-i çıxanda 4 qalır. Ona görə buradan müəyyənləşdirdik ki, uşaqların sayı bərabərdir 5-ə. Bunu müəyyənləşdirdik. Bu çox vacib informasiyadır bizə. Və sonra davam edirik. 18 il sonra atanın yaşı x üstə gələk 18-dir. Uşaqların yaşları cəminin, uşaqların sayı nə qədər idi? Uşaqların hazırki yaşları cəmi x idi. 18 il sonra nə qədər olacaq? X üstə gəl 5 vurulsun 18. Niyə belə yazdıq? Deyək. Çünki 5 nəfər var. Hər biri 18 artdığından 5 vurulsun 18. Bunu elə birbaşa x üstə gələk 90 kimi yaza bilərik. Və 18 il sonra uşaqların yaşları cəmi atanın yaşının 2 qatına bərabər olacaq. Bu x üstə gəl 90. Atanın yaşı da x üstə gəl 18-dir. Bunun 2 qatına bərabər oldu. Bu tənliyimizi həll eləyək. 2x üstə gələk 36 bərabər x üstə gələk 90. X bərabərdir. Buradan 54 tapdıq. 54 nədir? 54 atanın yaşı və uşaqların yaşları cəmidir. Onsuz da bir-birinə bərabərdir. Birinci vacib məsələni keçdik. Bu qədər vacib olan və məsələnin taleyini həll edən növbəti bir cümləmiz var. Yəni sualımız var. Uşaqların yaşları bir-birindən fərqlidir və ən böyük uşaq doğulanda atanın yaşı ən çox neçə ola bilər? Burada biz bir mühakimə yürüdəcəyik. Nə deyir bizə? Böyük uşaq doğulanda atanın ən çox neçə yaşı ola bilər? Onda belə çıxır ki, böyük uşağın yaşını biz ən az götürməliyik. Böyük uşağın yaşı az olmalıdır. Böyük uşağın yaşı az olmalıdır ki, atanın yaşı ən çox olsun. Başa düşdünüz bu məntiqi? İndi biz bu bilirsiniz nəyə bənzər? Mühakimə var idi. Ən böyüyü, ən azın olmağı. Elə bil 5 dənə ədədin cəmi 54-dür. Mən fikirləşirəm ki, sual verirəm ki, bu ədədlər bir-birindən müxtəlif olmalıdır və ən böyüyü ən az. Yazıram burada ən böyüyü ən az. Bax, bunu tapmalıyıq, dəyərli müəllimlər. Bunun üçün 54-ü 5 yerə də bölə bilərik və ya ardıcıl ədədlər kimi də yaza bilərik. Ardıcıl ədədlər də bir-birinə yaxındır da. Yazarıq ki, x üstə gəl 1, x üstə gəl 2, x üstə gələk 3 və x üstə gələk 4. 5 uşaqdan söhbət gedir. 1, 2, 3, 4, 5. Bərabərdir 54. Buradan 5x bərabərdir 1 ilə 2, 3, 44. X də bərabər 44-ü 5-ə böldük. Nə qədər eləyir? 44-ü 5-ə böləndə 8, qalığımız 4. Gətirib yerinə yazsaq, onda birinci uşağın yaşı 8, 9, qalıq 4-ümüz nəzərimizdədir, onu atmırıq. 8, 9, 10, sonra 11 və 12. Bu qalıq 4-ü də sonradan bu sondakıların üzərinə bir-bir paylaşdırırıq.
Müəllim niyə 8-dən paylaşdım? 8-dən paylaşırsa 8, 9, 10, 12 bunlar 8, 9 olacaq, 10 olacaq, 11 olacaq, 12 olacaq, 2-dən 12 olacaq. Ona görə ən kiçikdən yox, ən kiçik qalır. 9-un üzərinə 1 gəldik, elədi 10. 10 üzərinə 1 gəldik, elədi 11. 11-in üzərinə 1 gəldik, elədi 12 və bu sonuncunun üzərində 1 gəldik, elədi 13. Gördünüz? Burada da qardaşların yaşları bir-birindən fərqlidir. Bəli, uşaqların yaşı. 5 uşağın yaşı bir-birindən fərqlidir. Ən böyüyü var, ən kiçiyi var. Amma mən burada kəskin fərq yaratmamışam da dəyərli müəllim. Uşağın birinin yaşını 1 götürüb, digərini məsələn 20, 30 neçəsə götürməmişəm. Gördünüz? Ən böyüyü çox da böyük deyil. Demək ən böyüyü 13-dür. Ən böyüyünü mən ən az götürdüm ki, atanın yaşı ən çox olsun. Ən böyüyün yaşı 13-dür, atanın da yaşı 54-dür. İndi ən böyük doğulan da necə yaşındaydı? 54-dən çıxıram 13-ü, bərabər eləyir 41. Mükəmməl bir sual idi müəllimlər. Bir dəfəyə bir izaha başa düşmək biraz çətin ola bilər. Dönə-dönə baxıb yoluna çıxacaqsınız. Axırına çıxacaqsınız, belə deyək. Çünki burada iki yerdə mühakimə vardı. Həm bu sayın 5 olduğunu analiz edib tapmaq, həm burada ən böyük uşaq doğulanda ta neçə yaş olmaq. Bax buna görə. Gəldik növbəti sualımıza. Atanın 40, yazıram bura ata, bura yazıram oğul. Atanın 40, oğulun 10 yaşı var. Neçə ildən sonra yaşlarının nisbəti 8-in bölüsü kimi olur? Neçə il dediyimiz x-dir? 40 üstə gələk x, 10 üstə gələk x. 40 üstə gələk x atanın yaşıdır, 10 üstə gələk x oğlun yaşıdır və bu nisbət 8-də 3-də 8 olar, üstə 8. Çarpaz formada vursaq, 8 vurulsun 10 üstə gələk x bərabər 3 vurulsun 40 üstə gələk x. Buradan 8-i vursaq 80 üstə gələk 8x bərabərdir 120 üstə gələk 3x-ə. 8x-dən 3x-ə çıxanda qalır 5x bərabərdir 120-dən 8 çıxanda qalır 40. X də bərabər 8. X-in qiymətini biz 8 tapdıq. Elə bizdən də həmin o neçə ili soruşur. Neçə il dediyimiz x idi. Doğru cavab C variantı. Növbəti suala baxırıq müəllimlər. Atanın yaşı 32-dir. Buraya yazıram atanın yaşı bərabər 32-yə. 3 uşağının yaşları cəmi isə 6-dır. Baş hərflərini yazıram. 3 uşağın nöqtə yaşları nöqtə cəmi bərabərdir 6. Neçə il sonra, neçə il dediyimiz hər zaman x olur dəyərli müəllimlər. Atanın yaşı olacaq 32 üstə gələk x. 3 uşaqdan söhbət getdiyinə görə, baxın diqqətlə qulaq asın. 3 uşaqdan söhbət getdiyinə görə atanın da yaşı olacaq 6 üstə gələk 3x. 3 uşaqda hər biri x qədər artacaq da. Və atanın yaşı uşaqların yaşları cəminin 2 misli olacaq. Atanın yaşı, yəni bu 32 üstə gələk x bərabərdir uşaqların yaşları cəminin 2 misli 6 üstə gələk 3x-ə. Buradan həll eləsək 32 üstə gələk x bərabər 12 üstə gələk 6x-ə. 2 neynədir? Vurduq, astıq. Sağa sola keçirsək 5x bərabər 20-yə, x də bərabər 4-ə. Cavabımız neçə il dediyimiz 4 alındı. Doğru cavab B variantı. Növbəti 4-cü suala baxırıq dəyərli müəllimlər. Atanın yaşı bu dəfə 2 uşaqların yaşları cəmindən 28 yaş böyükdür. Yenə ata baş hərfini qeyd edirəm. Bu zaman 2 uşaqdır. 2 uşağın yaşları cəmi bərabərdir. Atanın yaşı 2 uşağın yaşları cəminin 28 yaş böyükdür. 2 uşağın yaşları cəmini mən x götürəcəm. Bəzən müəllimlər çaşıb burada 2x yazır. 2x də yaza bilərsən, 3x də yaza bilərsən. Orada bir problem yoxdur. Amma əgər sən düşünürsən ki, 2 uşaqdır, hər biri x deyib 2x yazırsansa, demək səhv düşünürsən. Niyə? Çünki sənə burada şərtdə vermir baxı. Bizə vermir ki, bu uşaqların yaşları eynidir. Ona görə x götürmək 3 uşaq olsun, 4 uşaq olsun, 5 uşaq olsun fərqi yoxdur. Yəni 5 uşaqdırsa mən yaşlar cəmini 5x götürüm. Buna lüzum yoxdur. 28 yaş böyükdür olacaq x üstə gələk 28. 5 il sonra atanın yaşı olacaq x üstə gələk 33. 28-in üzərinə 5 gəldik. 2 uşağın yaşları cəmi isə hər biri 5 yaş artdığından x üstə gəl 5 üstə gəl 5, onu da x üstə gəl 10 kimi yaza bilərik. Və atanın yaşı uşaqların yaşları cəmindən 2 dəfə çox olacaq. X üstə gələk 33. Uşaqların yaşları cəmindən ata çox olacaqsa, baxanda da görmək olur ki, bu bundan çoxdur. Mən azı 2-yə vuracam. Buradan da x üstə gələk 33 bərabər 2x üstə gələk 2-ni vurduq ona elədi 20. Buradan x bərabərdir 33-dən 20-nin çıxanda qaldı 13. X bərabərdir 13-ə.
İndi bizə deyir ki, ata neçə yaşındadır? X üstəgələ 28 varsa, 28-in də üzərinə 13 əlavə eləsək, eləyər 41. Doğru cavab C variantı. Növbəti 5-ci məsələmizə baxırıq. Ata, daha doğrusu bu dəfə anadan söhbət gedir. Ananın yaşı 3 uşağının yaşları cəminin 2 mislindən 5 il azdır. Yazıram bura. 3 uşağının yaşları cəmi. Baş hərflərini qeyd elədim. 3 uşağının yaşları cəmini x götürəcəyik. Ananın yaşını bunun 2 misli, yəni 2x-dən 5 az dediyinə görə də 5 çıxırıq. İndi əvvələ gedəcəyik. 4 il əvvəl ananın yaşı olacaq 2x çıxılsın 5 çıxılsın 4. Çıx 5, çıx 4 də bir yerdə çıx 9 kimi yaza bilərik. Və uşaqların yaşları cəmi nə qədər olacaq? X çıxılsın 4 yazmırsınız. Necə ki, 4 il sonra deyəndə 3-ü 4-ə vurub üzərinə 12 gəlirdiksə, əvvələ gedəndə də eyni məntiqdə dəyərləməlidir. 4 il əvvəl hər bir uşağın 4 il əvvəlki yaşı olacaq. X çıxılsın 12 yazacaq. Bu formada. Və ananın yaşı, yəni bu 2x minus 9 uşaqların yaşları cəminin 3 mislinə bərabərdir. 3 vurulsun, x çıxılsın 12-yə. İndi buradan tənliyimizi həll eləsək, 2x çıxılsın 9 bərabərdir. 3x çıxılsın 36. X bərabər 36 bu bir tərəfə keçir. 36-dan 9-u çıxanda qaldı 27. Bizdən ananın indi neçə yaşı var deyə soruşur. Çaşıb burada yerinə yazmayın. Bu 4 il əvvəldir. İndiki zaman buradır. 2 vurulsun 27, çıxılsın 5. Eləyir 54, 54-dən də 5-i çıxanda qalır 49. Doğru cavab elədi müəllimlər. D variantı. Növbəti sualımıza baxırıq. Aydın ilə anasının yaşları cəmi 40-dır. Baxırıq. Aydın. Bura yazırıq Aydın. Burada yazırıq ana. Aydının yaşları cəmi 40-dırsa, onda mən Aydının yaşını x götürəcəm, ananın yaşını 40 minus x götürəcəm. Bu, yaş məsələlərində çox vacib bir qaydadır. Bir neçə şəxsin, daha doğrusu iki şəxsin yaşları cəmi hər hansı bir ədədə bərabərdirsə, birini x götürəcək, digərini də həmin cəm çıxılsın x kimi yaza bilərik. 5 il əvvəl Aydının yaşının 6 misli. 5 il əvvəl Aydının yaşı olacaq x çıxılsın 5. Və bunun 6 misli yazdıq bu formada. Yəni, cümlə olaraq yazılanı biz riyazi olaraq köçürdürük bura. Amma ananın 5 il əvvəlki yaşı demir ha, diqqət olun. Anasının indiki yaşına bərabər idi. Bərabərdir 40 çıxılsın x. Gördüyünüz kimi yaş məsələlərində yaş məsələlərinin qayda qanununu öyrənməklə yanaşı, həm də bol-bol tənlik qurmaq vərdişimizi də inkişaf elətdiririk. Buradan 6x çıxılsın 30, 6x çıxılsın 30 bərabərdir 40 minus x-ə. Buradan müəllimlər, x bu bir tərəfə keçir, 7x bərabərdir 70, x də bərabər 70-i 7-yə böləndə 10. X-i bərabərdir, biz nə tapdıq? 10 tapdıq. Bizdən nəyi soruşur? Aydın indiki yaşını. Aydın indiki yaşı ilə x-in də qiyməti 10-dur. Doğru cavab A variantı. 7-ci suala baxırıq. Bugünkü yaşları 3, 4 və 7 ilə düz mütənasib olan 3 nəfərin 10 il sonraki yaşlarının cəmi 100-dür. Ən kiçiyinin neçə yaşı var? Baxın, müəllimlər. 3, 4, 7 düz mütənasib o deməkdir ki, bunların yanına x yazıb toplayacağıq. Tərs mütənasib də bəzən verə bilər. Tərs mütənasib də elə bil 3, 4, 7 ədədlərinin tərsini yazacaqsan. 3-ün tərsi 3-də 1, 4-ün tərsi 4-də 1, 7-nin tərsi 7-də 1 və s. 3, 4, 7 ilə düz mütənasib o deməkdir ki, 3x, 4x və burada yazıram 7x. Üstəgəldə qeyd elədik. 3 nəfərin 10 il sonraki yaşlarının cəmi 100-dür. Dəyərli müəllimlər, mən bunların 100-dən çıxaram, indiki yaşlar cəmini tapa bilərəm. Və ya 3 nəfər olduğuna görə hər biri də 10 il artacaq. Onda yazıram üstəgəl 3 vurulsun 10. Birbaşa 30 da yaza bilərəm, bərabərdir 100. Yəni, başqa cür bunu belə ifadə edə bilərik ki, bu 3 nəfərin hazırki yaşlarının cəmi 70-dir. Toplasaq 3, 4, 7 eləyər 14
x bərabərdir. Bu eləyir 3 dəfə 10 30. Keçir bu bir tərəfə 100-dən də 30 çıxılanda qalır 70. X də bərabər 70-i 14-ə böləndə aldıq 5. Bizdən də ən kiçiyinin neçə yaşı var deyə soruşulur. Ən kiçiyi 3x idi. 3 vurulsun 5 bərabər 15. Doğru cavab C variantı. Sonra 8-ci suala baxırıq. Bu da yaş məsələlərinin ən geniş yayılmış və biraz müəllimlərin çətin çəkdiyi tiplərdəndir. Yaşına çatanda və s. Tam nöqtə və nöqtə indi ətraflı izah edirəm. Elmir və iki üsulla izah edəcəm. Elmir və Süleymanın indiki yaşlarının cəmi 61-dir. Elmir və Süleyman. Elmir Süleymanın yaşına çatanda, kimisə yaşına çatanda onu mən Süleymanı x götürüm, Elmiri 61 minus x götürüm. Və bu bir tərəfə yazıram ki, Elmir Süleymanın yaşına çatanda, yəni Elmir x yaşı olanda, onda yaşları cəmi 75 olacaq. Bu tərəfdə cəmi 75 olacaqsa, Elmirin də yaşı x isə, onda demək Süleymanın yaşına 75 minus x qalır. Məsələn, deyir 2 nəfərin yaşları cəmi 80-dir. 1x isə o birinə qalır, 80 minus x. Məsələn, 30 olsa 80-dən çıxardıqda, məntiq burada nə yanır? Gəldik növbəti vacib məsələyə. Yaş məsələlərində iki şəxsin müxtəlif zamanda yaşlarını biliriksə, demək məsələmizin həlli nədir? Hazırdır. Bunları bir-birindən çıxacaq, bərabər eləyəcəyik. Elmir və Süleymanın indiki yaşları fərqi, gələcəkdəki yaşları fərqinə bərabərdir. Fərqi yoxdur. Burada yuxarıdan aşağını çıxırsa, bu bir tərəfdə də yuxarıdan aşağını çıxacaq. Burada aşağıdan yuxarını çıxırsa, bu bir tərəfdə də aşağıdan yuxarını çıxırıq. Bəzi müəllimlər sual verməli, hansını çıxır? Fərqi yoxdur. Amma bir şeylə yuxarıdan aşağı çıxılıbsa, bu bir tərəfdə də yuxarıdan aşağı çıxılır. Gəlin, aşağıdan yuxarını çıxır. Məsələn, x çıxılsın. Bunu mötərizədə yazırıq ki, işimiz rahat olsun, mənfidə qarışdırmayaq. Bu bir tərəfdə buradan yuxarını çıxmışıqsa, buradan da yuxarını çıxacaq. 75 minus x çıxılsın x-ə. X çıxılsın 61 üstə gələk x bərabərdir 75 çıxılsın 2x-ə. Burada müəllimlər 2x bu bir tərəfə keçir alınır 4x bərabərdir 136. X də bərabər 136-nı 4-ə böləndə eləyir 34. X-in qiyməti 34. Bizdən kimin yaşını soruşur? Süleymanın indiki yaşı. Süleymanın indiki yaşı da B variantı. Bunu daha rahat bir qaydası. Əsl yəni yol qayda budur. Digər məsələlərdə bu ikinci qayda məsələn quruluşundan asılı olaraq orada keçməyə bilər. Amma belə bir qayda da deyə bilərəm sizə. Baxın, yaşlar cəmi hazırda 61-dir, burada 75 olacaq. Neçə il keçib? İkinci üsula baxıram. Yazıram bura. İkinci üsul. 75-dən çıxıram 61-i. Bərabər qalır 14-ü. Və burada 2 nəfər olduğundan müəllimlər. Demək 14-ü bölərəm 2-yə bərabərdir 7 il artıb. Bu 7 il artıb. 7 il keçib. Demək onda belə çıxır ki, Elmir Süleymanın yaşına çatması üçün 7 il keçməlidir. Onda belə çıxır. Elmir, burada yazıram Süleyman. Onda demək ki, Süleyman Elmirdən 7 yaş böyükdür də. Məntiq budur. Baxın, başa düşdünüz bu hissəni. İndi sadəcə burada biraz məntiq lazımdır ki, bunu burada analiz edək. Amma bu ağlınıza gəlməsə, yəni tənliklə rahat gedin. Demək nə elədik? Cəmdən indiki cəmi çıxdıq, görək neçə il keçib, 14 ildir. Amma bu 2 nəfər olduğuna görə demək hər biri 7 yaş artıb. Kimin yaşına çatanda deyir? Elmir Süleymanın yaşına çatanda deyir. Onda cəmi də buradan 61-ə bərabər eləyirik. 2x bərabər 54. Tənliyi həll eləsək. X də bərabər 27. Yerinə yazırıq. Yenə 27 ilə 7, 34 eləyir. 9-cu suala baxırıq müəllimlər. Xalidin indiki yaşı Fatimənin indiki yaşından 5 dəfə çoxdur. Kimlərdən söhbət gedir? Xalidə, Fatimə. O zaman Xalidin yaşı Fatimənin indiki yaşından 5 dəfə çoxdursa, Fatimənin yaşını x götürəcək, Xalidin yaşını 5x götürəcək. Sonra bizə deyir ki, Fatimə Xalidin indiki yaşına çatanda, yəni bu x-imiz 5x olanda, onların yaşları cəmi 84 olacaq. Bu x-dən 5x-ə biz necə gəlmişik? 4x artarıq. 4x qədər Xalidin də yaşı artacaq, olacaq bura 9x və cəmi də 84. 9x üstə gələk 5x bərabərdir 84. Buradan müəllimlər 14x bərabərdir 84. X də bərabər 84-dür 14-ə böləndə 6. X-in qiymətini biz 6 tapdıq. Bizdən Xalidin indiki yaşını soruşur. Yəni 5x-i 5 vurulsun 6 bərabərdir 30. Doğru cavab Y variantı.
Sonra 10-cu suala baxırıq. 10-cu sualda Mustafa və Adilin yaşları cəmi 44-dür. Mustafa, Adil bu yaşına çatanda və s. bunlarda diqqətli olmaq lazımdır. Burada baxırıq ki, deyir Mustafa Adilin yaşına çatanda. İndi bunun birini biz x, birini 44 minus x götürəcək. Heç bir problem yoxdur. Amma indi sual verərsiniz ki, müəllim, hansını bax bu tiplərdə x götürməkdə fayda var? Kimin yaşına çatanda? Mustafa Adilin yaşına. Ona görə mən Adili burada x yazım ki, bu bir tərəfdə rahat x yaza bilim. Burada da 44 minus x. İndi şərtdə deyir ki, Mustafa Adilin yaşına çatanda, yəni Mustafa x yaşına çatanda Adil də 58 yaşında olacaq. Buraya yazıram 58. İki şəxsin müxtəlif zamanda yaşlarını bildiyimizdən neyniyəcəyik? Tərəf-tərəfə çıxıb bərabərləşdirəcəyik. Yazırıq 44 çıxılsın x çıxılsın x. Mustafadan Adilin yaşını çıxıram. Bu bir tərəfdə də yenə Mustafadan Adilin yaşını çıxıram. Fərqli zamanda olan iki şəxsin yaşları fərqini bir-birinə bərabər edirəm. Burada 44 çıxılsın 2x bərabərdir. X çıxılsın 58. 2x o bir tərəfə keçər, 52 bu bir tərəfə keçər. Alınar 3x bərabərdir 108. Daha doğrusu 102. 102. X də bərabərdir 102-ni 3-ə böləndə müəllimlər alınır 34. X-in qiymətini biz 34 tapdıq. Bizdən Mustafa neçə yaşındadır soruşur. Mustafanın yaşı neçədir? Mustafanın hazırda neçə yaşı var? İndi neçə yaşı var deyəndə indiki zamandan söhbət gedir. Burada da 44 çıxılsın x-dir. Yəni 44 çıxılsın 34 bərabər 10. Doğru cavab A variantı. Növbəti 11-ci suala baxırıq dəyərli müəllimlər. Əslində buradan cavablarla işləyə bilərik. X-in y-in üzərinə 27 yazarıq. Hansı rəqəmləri fərqli y tərsinə y alınırsa demək cavab odur. Amma yenə deyirəm, orada peşəkarlıqdan söhbət gedə bilməz. Çünki hər şeyin qayda qanununu bilməyimizdə fayda var. Yəni bu yolu bəlkə başqa bir şey soruşa bilər ki, Fərhadın indiki yaşının 4 mislindən 5 vahid az ədədi tapın. Artıq orada siz cavabı mütləq bilməlisiniz. Ona görə həll qaydasını öyrənək. Fərhadın yaşı x, y-dir. Yazıram bura x, y. 27 il sonra üzərinə gəlirəm 27. Sonra onun yaşı y-x olacaq. Bərabərdə yazıram bura y-x. İndi bu yazılış bizə mərtəbə toplananlarının cəmi şəklində yazılışı xatırladır. X, y yazarıq 10x üstə gələ y, üstə gələ 27 bərabərdir. Burada yazıram 10y üstə gələ x. Bunu yazandan sonra y-lər bir tərəfə, x-lər bir tərəfə keçir. Alınır 9y çıxılsın 9x bərabər 27. Y çıxılsın x bərabər hər tərəfini 9-a bölsək alınar 3. Yəni y çıxılsın x bərabərdir 3 yazılışında hansı ədədlərin fərqi 3 eləyir? 9, 6, 8, 5, 7, 4, 6, 3. Sonra yazırıq 5, 2, 4, 1, 3, 0 yazmırıq bura. Çünki x 0-dan başqa ədəd ola bilməz. Onda bizim x, y ədədimiz Fərhadın yaşıdır. Hansılar ola bilər? 69, 58, 47, 36, 25, 14. Təbii ki, sadə dediyinə görə sadə ədədlər 1-ə və özünə bölünən ədədlərdir. Başqa cür desək 2 böləni olan ədədlərdir. Burada bir dənə sadə ədədimiz 47-dir. Doğru cavab elədir. D variantı. 12-ci suala baxırıq. 12-ci sualda da yenə bu kimi x, y nüansları var. Mahirin x yaşı, qardaşın y yaşı var. Ata və ana da qeyd olunub. Kimlərdən söhbət gedir? Mahir, sonra bura yazıram qardaş, qardaş. Bura yazıram ata, burada yazıram ana. İndi Mahirin x yaşı var, qardaşının y yaşı var. Atasının yaşı x, y, atasının yaşı x, y qeyd elədim. Anasının yaşı y, x. Verilənləri yazırıq, sonra da riyazi olaraq köçürüləcəyik bura. İndi ata ilə ananın yaşları fərqi. Təbii ki, birinci ata yazılır. Buna görə uyğun olaraq atanın yaşından x, y-dən çıxıram y, x-i. Yaşları fərqi. Mahir və qardaşının yaşları cəmindən. Mahirin yaşı x, qardaşının yaşı y. Bunların yaşları cəmindən 3 dəfə çoxdur. Bərabərdir 3 vurulsun x üstə gələk y. İndi həll eləsək, buradan alarıq 10 x üstə gələ y çıxılsın
Bu mötərizədə bunu yaza bilərik ki, buradan 10y üstəgəl x, amma mötərizənin qabağında mənfi olduğunun o mənfini də açanda dəyərli müəllimlər birbaşa yazsaq, çıx 10y çıx x olacaq. Bərabərdir buradan 3x üstəgələ 3y. Bu formada. İndi buradan x-lər bir tərəfə, y-lər bir tərəfə keçir. Alınır. Nəticə olaraq 10x, 7x, 7x-dən də buradan, daha doğrusu 9x, 9x-dən 3x çıxanda qaldı 6x bərabərdir. Buradan mənfi 11, burada keçir, alınır. Baxın, y ilə 9, 12y. Hər tərəfini 2-yə bölsək, x bərabər 2y. Bu mənim aldığım birinci vacib informasiyadır. Şərtdə də verir ki, Mahi və qardaşın yaşları cəmi 6-dır. Yəni, x üstəgələ y bərabər 6-ya. X-in yerinə də gətirib 2y yazsaq, 3y eləyər. Yəni, bu x-in yerinə gətirib burada yazsaq, bərabər 6, y də bərabər 2-yə. Y-in qiyməti 2-dir. X-in qiyməti nə olacaq? X bərabər 4, y bərabər 2. Ananın yaşını soruşur. Ananın yaşı yx-dir. Yəni, birinci 2, sonra 4. 24. Doğru cavab elədi B variantı. 13-cü suala baxırıq. Atanın yaşı 3 il ara ilə doğulmuş 4 uşağının yaşları cəminə bərabərdir və atanın 58 yaş olduğu qeyd olunur. 3 il ara ilə doğulmuş deyəndə x üstəgələk 3, x üstəgələk 6, üstəgələk x üstəgələk 9. 3 il aradır hər biri, yəni 3 yaş çoxdur. Və cəm 58. Toplasaq, alınar 4x bərabərdir. 3 ilə 6, 9, 18. O da bərabərliyin sağ tərəfinə keçər, 58-dən çıxılır. 4x bərabərdir 40-a. Buradan da x bərabərdir 40-ı 4-ə böləndə elədi 10. X-in qiyməti 10-dur. Bizdən ən kiçik uşağın yaşını soruşur, ən kiçik uşağın yaşı 10-dur. Doğru cavab Y variantı. 14-cü suala baxırıq. Ananın yaşı 4 il ara ilə doğulmuş 3 uşağın yaşları cəminə bərabərdir. Ana, uşaq 1, uşaq 2, uşaq 3. Və bunların 4 il ara ilə doğulmuş. Onda birinci uşağın yaşı x, ikinci uşağın yaşı x üstəgəl 4, üçüncü uşağın yaşı x üstəgəl 8. 3 uşağın yaşları cəmi 3x üstəgəl 12 də ananın yaşıdır. Çünki bunların cəmidir. İndi sonra bizə verir ki, ən kiçik uşaq ən böyük uşağın yaşına çatanda, ən kiçik uşaq x ən böyük uşağın yaşına çatanda, yəni x üstəgəl 8 olanda ananın yaşı 44 olacaq. Bu 8 qədər ananda yaş artacaq. 3x üstəgəl 12-nin üzərinə 8 gələndə olacaq 3x üstəgələ 20. Və bu 44-ə bərabər olacaq. 3x üstəgələ 20 bərabərdir 44. 3x bərabərdir 24. X də bərabər 8. X-i 8 tapdıq. Bizdən ən böyük uşağın indiki yaşını soruşur. Ən böyük uşaq x üstəgəl 8-dir. 8 üstəgəl 8 bərabər 16. Doğru cavab C variantı. Baxırıq 15-ci suala. Atanın yaşı 2 uşağının yaşları cəminin 4 mislinə bərabərdir. Ata, bunun baş hərflərini yazıram. 2 uşağının yaşları cəmi. X götürsək, bunun 4 misli eləyir 4x. 7 il əvvəl, indi 7 il əvvəl deyəndə 4x çıxılsın 7 olacaq. Baxın, 2 uşaqdan söhbət getdiyinə görə və 7 il əvvələ getdiyinə görə 7 çıxacaq. Bu da x çıxılsın 14 eləyəcək. Necə ki, sonra desə x üstəgəl 14 yazırdıq. Əvvəl də dediyinə görə x çıxılsın 14. Və 7 il əvvəl atanın yaşı, yəni 4x çıxılsın 7, uşaqların yaşları cəminin 2 mislindən, yəni 2 vurulsun x çıxılsın 14-dən 2 mislindən 37 vahid çoxdur. Bu çoxdur, onda bunun üzərinə 37 gəldik. Və bu tənliyimizi həll edəcəyik. 4x çıxılsın 7 bərabərdir. 2x çıxılsın 28 üstəgələk 37. Buradan 2x bərabərdir 16. X-ə bərabər 8. Atanın indiki yaşı neçədir? Atanın indiki yaşı 4x-dir. 4-ü də vuranda 8-ə bərabər eləyir 32. Doğru cavab dəyərli müəllimlər B variantı. Bu qədər müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Yəni artıq sizdə əlinizdə 45 dənə sualın dənə-dənə izahı var. Yenə deyirəm, imtahanın ciddiyyətini, hazırlığın ciddiyyətini, disiplini anlayan müəllimlər üçün böyük bir faydadır. İnşallah növbəti izahlarda görüşək dəyərli müəllimlər. Hələlik sağ olun.